Salam müəllimə. Deməli Aytaç müəllimə növbəti müəllimimiz, düzdür? Bəli, müəllim. Okay. Deməli sözlərimiz neçənci sinifdən idi? Sinif 8, unit 5 və 6. 6. Okay. Birinci sözümüz access sözüdür. Bununla bağlı nə bilirsiniz? Yəni isimdir, feildir, söz olaraq hansı Ə, hissəsidir, necə istifadə Bəli. olunur? Ha? Access giriş istifadə hüququ deməkdir. Həmçinin feil kimi də istifadə oluna bilər, girmək mənasında. Definition olaraq the right to enter or use something, to get information. Bu definitionlar buna uyğun gəlir. Və sinonim olaraq siz demisiniz ki, sözləri öyrənəndə sinonimlərinlə öyrənin, definitionlarla ki, yadda daha yaxşı qalsın. Sinonimlərin enter, admission, approach, entrance kimi sinonimlərini misal gətirmək olar. Təbii ki, əgər desəz ki, enter bu artıq feil kimi ola bilər sinonim. Amma sırf söhbət isimdən gedirsə entrance. Entrance, yes. Admission, yes. Ona görə də orada biraz ehtiyatlı olaq. Yaxşı. Belə bir söz deyimizsə, belə bir sual verim. Access, tutaq ki, bu sözü biz feil kimi istifadə eləsək, bundan sonra to qoymaq olar. Əslində access sözü bəzi araşdırmalarda feil kimi baxsa istifadə hüququ mənasında qoya bilərik, amma feil kimi qoya bilmərik girmək mənasında. Məsələn, o özündən sonra sözünü götürməyən feillər sırasında da access sözü. Yəni ondan sonra sözünü, yəni to sözünü qoymaq Olmaz müəllim. olmaz. Yəni istifadə Bəli. etmək düzdür. Bəli, bəli. Yaxşı, siz sözləri öyrənəndə necə öyrənirsiniz? Yəni hansı texnikalardan istifadə edirsiniz? Yəni necə yadda qalır sözlər? Nə edirsiniz söz öyrənmək üçün? Sözləri öyrənmək üçün sizin dediyiniz, yəni siz həmişə deyirsiniz ki, sözlər yaxşı yadda qalsın deyə tərcümələr, tək tərcümə yox, sinonimlərinə fikir verin, antonimlərinə, kitabda məsələn nə isə mətnlər verirsiniz, unitlər, məsələn sinif kitablarını oxuyuruq da, hər birinin məsələn sözün sinonimlərini altına xətt çəkirik, sinonimlərini öyrənirik, həmçinin definitionlarını öyrənirik. Bu şəkildə öyrənmək mən düşünürəm ki, daha keyfiyyətlidir və yadda qalandır. Siz də həmçinin bizə belə məsləhət görürsünüz. Əslində mən sizə bir şey deyim. Siz müəllim bizə məsələn başqa nə formada öyrənməyi məsləhət görərdiniz ki, sözləri daha belə yadda qalan olsun? Deməli, söz öyrənməyin müxtəlif texnikaları, müxtəlif yolları var. Mən ümumiyyətlə hər kəsə hər zaman məsləhət gördüyüm, bir metodist kimi məsləhət gördüyüm bir yol var. O da contextual learning metodudur. O nədir? Məsələn, tutaq ki, sözü şifahi formada, lakanik formada yox, bir paragrafın içərisində və ya bir cümlənin içərisində öyrənirsiniz. Biz buna deyirik contextual learning. Və tutaq ki, bir cümlə oxuyursunuz, bir mətn oxuyursunuz və oxuduğunuz mətndə o sözləri çıxardırsınız və çıxarmış olduğunuz həmin o sözləri cümlələrdə işlədirsiniz. Müxtəlif levellarda işlədirsiniz. Cümlədə istifadə edirsiniz sözləri. Və sözləri cümlədə istifadə edəndə Bəli. növbəti müəllimimiz Aytaç müəllimədir. Salam müəllimə. Salam. Deməli, sözlərimiz 8-ci sinif. Unit 5 və 6. Okay, onda. Hazırsınız? Bəli. Deməli, ilk sözümüz access sözüdür. Ümumiyyətcə bu sözlə bağlı nə bilirsiniz? Yəni nitq hissəsi olaraq nədir? İsimdir, feildir, isim kimi necə istifadə olunur, feil kimi necə istifadə olunur? Access həm noundur. Bizdə verilən lüğətdə noun kimi istifadə olunub. Giriş istifadə hüququdur. Həmçinin feil kimi də istifadə olunar girmək mənasında. Bunun definitionunu mən sizə deyə bilərəm. The right to enter or use something, to get information. Bu mənalarda, yəni definitionları bunlardır. Həmçinin bunun isim kimi bəzi sinonimlər də var. Admission, entrance, feil kimi sinonimlə misal çəkmək olar entry və feil kimi
Bu özündən sonra bəzi sözünü götürməyən feillər sırasına daxildir. Məsələn, sözünü götürməyən digər feillərə məsələn misal çəkmək olar. Approach, elə access sözünün özünü, sonra miss sözünü, attack sözünü misal çəkmək olar. Yəni bunlar da feil o kimi işlənəndə özlərindən sonra sözünü götürmürlər. Həmçinin access sözü də feil kimi özündən sonra sözünü götürmür. Birincisi, müəllimə, deməli entrance, entry, they are nouns. Diqqətli olaq burada, onlar isimlərdir. Hı -hı. Entrance, entry, bunlar nounlardır. Access həm isimdir, həm də feildir. Amma feil kimi istifadə olunanda dediniz ki, nə olmaz? Sözünü olmaz özündən sonra. Heç yoxdur istifadə eləməyə, bəli. Yaxşı. İkinci sözümüz görək nədir? İkinci sözümüz accommodation. Ümumiyyətlə bununla bağlı nə bilirsiniz? Necə bir isimdir? Countable-dır, yoxsa ki uncountable noun-dur? Nə formada istifadə olunur? Definition nədir? Aha, accommodation qalacaq yer deməkdir, yer mənasındadır. Sayılmayan isimlər sırasındadır. Definition olaraq a place to live or stay or work. Yəni yaşamaq üçün, qalmaq üçün, işləmək üçün bir yer mənasını verir. Yəni birini belə deyək də, dwelling place, yaşayış yeri kimi, hə? Yes, bəli. Accommodation, dwelling place. Aha. Sinonimlərinə məsələn housing, residence, quarters kimi sinonimlərini misal çəkmək olar. Residence, yaşayış yeridir əslində. Dwelling, dwell Yes. sözündən. Yaxşı. Bəs bir də Amerikan versiyasında var idi. Artıq o sözün özü belə idi. Accommodations, o nə idi bəs? Bəli, o yerlər mənasında gedirdi, səhv etmirəmsə. Yəni sırf yaşayış yeri kimi getmirdi də. Yerlər mənasında gedirdi. Nə idi bəs onda? Am, Accommodations. Amma Özdə bəli, sonu S-lə bitirdi. Accommodation sözü, bəli, özünün tərkibində var idi S. Bəli, söz formada idi. Bəli, bəli, o istifadə olunurdu. Qalacaq yer, Bəli, qalacaq yer, günlük qalacaq yer. Bəli. Bəli, Səyahətçilərin, turistlərin və kiminsə bir qəst məsələn gələ bilər də, kimsə, visitor. Yəni günlük traveler'ın və ya bir qəstin, visitor'ın günlük qaldığı yerə deyirlər. Günlük bəli, qalacaq yer. bəli. Bir günlük kirayə olunan yer mənasında, yəni qalınacaq. Accommodations deyirlər buna. Amma əslində bu söz daha çox American English'də istifadə olunur. Amma biz sırf British English'də accommodation sözündən istifadə edirik. Accommodations yox. Yaxşı. Başqa bir sual verim mən sizə. Ümumiyyətcə bilirsiniz ki, bizdə ən böyük problem, yəni biz müəllimlərdə ən böyük problem nədir? Biz sözləri öyrənməkdə əziyyət çəkirik, yadda saxlaya bilmirik. Siz özünüz tutaq ki, məsələn bir söz öyrənəndə necə öyrənirsiniz, nə edirsiniz? Bir təcrübənizi deyə bilərsiniz. Mən daha sonra sizə maraqlı bir metodlar da deyə bilərəm. Biz söz öyrənəndə mən Özünüz tərcüməsilə məsələn, öyrənirəm. özünüz. Mən özüm öyrənəndə, yəni belə deyim, tərcüməsilə öyrənirəm. Yadımda qalsın deyə sinonimlərlə istifadə edirəm, definitionlarına baxıram. Yəni bu formada öyrənirəm. Və bəs siz nə məsləhət görərdiniz bizə? Biz nə qədər məşğul olsaq da sözlərdən biraz Ümumiyyətcə, mən sizə bir şey deyim. Hal-hazırda müasir dövrdə belə şablon formada memorization eləmək, yəni söz əzbərləmə texnikası hal-hazırda tətbiq olunmur. Məsələn, tutaq ki, əvvəllər vardı o. Tutaq ki, söz yazılırdı, back translation verilirdi. Biz ona deyirdik grammar translation method, yəni ki, sözlər, sözlərin tərcümələri və lakonik öyrənmə metodu. Əslində bu müasir dövrdə tətbiq olunmur. Hal-hazırda biz dünyada hal-hazırda ən çox bu daha çox istifadə olunur. Bu proficiency examlarda, məsələn, SAT-dir, IELTS-dir, TOEFL-dır və yaxud da ki, GRE, GMAT bunlarda çox istifadə olunan metodlardan. Məsələn, onlardan biri metodologiyada çox istifadə olunur ki, mən də bir metodist kimi o məsləhət görürəm hər zaman bütün tələbələrimə. Contextual learning method deyə bir metod var. O nədir? Tutaq ki, bir cümləni oxuyursunuz və ya bir mətni oxuyursunuz və o mətndəki bilmədiyiniz sözləri oradan çıxardırsınız.
bloklayan sözləri də belə Məsələn, deyək. tutaq ki, bir paragraf oxuyursunuz, o sözdən təbii ki, orada unfamiliar wordlər çıxacaq istənilən halda. Yəni o sözləri siz artıq nə edirsiniz? Sözləri çıxardırsınız və sözləri çıxartdıqdan sonra self-sentence texnikdən istifadə edirsiniz. Self-sentence nə deməkdir? Self-sentence o deməkdir ki, bilmədiyiniz sözləri cümlələrdə işlədirsiniz. Mhm. Cümlədə, yəni yaza-yaza sözləri cümlələrdə. Tərcümə ilə yox. Back translation hal-hazırda, yəni bizim hafizamızdan, yaddaşımızdan ən çox yəni rahat şəkildə daha doğrusu deyək də, belə daha doğru olar. Daha asan unuda biləcəyimiz bir metoddur tərcümə. Ən gözəl metod cümlələri yaza-yaza öyrənməkdir. Yəni bilmədiyiniz sözləri self-sentence eləyirsiniz. Bu məsələ xeyri var. Bunun xeyri odur ki, siz o cümlələri işlədən, həmin o sözləri cümlələrdə işlədəndə istənilən halda onları araşdırmalısınız. Cambridge-dən, Oxford-dan, yəni bunlara baxırsınız. Və orada cümlələri yazdıqca orada artıq onun işlənmə yerləri, məsələn, prepositionlarını öyrənirsiniz. Məsələn, tutaq ki, deyək ki, bu sözdən sonra bu gəlməli. Məsələn, deyək ki, the approach. Approach feil kimi sözünü götürmür. Deyə Bəli. bilməzsiniz. I approached to that person demirik. I approached, məsələn, kiməsə yaxınlaşdım. Və approach'un digər mənası nəyəsə yanaşma mənası da var da. Hı. İsim kimi artıq istifadə olunanda biz ondan sonra to qoyuruq. Necə ki, to answer feil elədi də, cavab vermək mənasında olanda to götürmürəm. Məsələn, isim kimi you answer to this question. Anladım. Buyurun. Yes, bəli. Gördünüz, artıq istər-istəməz qeyri-ixtiyari araşdırmalı olursunuz və o sözün işlənmə yerləri, məsələn, hansı prepositionlarla işlənir, hansı collocationların tərkibində istifadə olunur. Məsəl üçün, tutaq ki, deyək ki, məsələn, nə deyək, məsələn, bir söz öyrənirsiniz, deyək ki, bir ifadə öyrənmək istəyirsiniz daha doğrusu. Nə edirsiniz? Birinci onu araşdırırsınız. Baxırsınız ki, bu ifadə, bu idiom harda istifadə olunur. Məsələn, deyək ki, to take for granted. Onun bir neçə işlənmə yerləri var. Artıq bizə nə kömək edir? Məsələn, mətni oxuyuram, görürəm ki, orada take for granted istifadə olunur. Bir idiom istifadə olunur. Siz birinci bunu araşdırırsınız. Görürsünüz ki, bu situasiyalarda istifadə olunur, işlənmə yerləri bunlardır. Artıq o lüğətdə ki, axtarırsınız o sözləri və o söz heç vaxt yaddan çıxmır. Ən gözəl söz öyrənmə metodu bir sözü araşdıraraq öyrənmək. Birbaşa tərcüməsi olanda yaddan çıxır. Çünki artıq Bəli. öz yaddaşı yaranır. Məsələn, mən Oxford-u açmışdım, bu söz burada bu formada istifadə olunmuşdu, bu cümlənin tərkibində idi. Yəni, birinci ən gözəl metod contextual learning-dir. Bunların nə faydası? Birinci, word family-yə kömək eləyir. Nədir bu? Məsələn, tutaq ki, deyək ki, adi bir söz deyim mən sizə. To achieve nədir? To achieve. Nail olmaq. Nail. Nədir onun sinonimi? Achieve sözünün sinonimi kimi biz verə bilərik. Bəli. Yes. Seek məsəl üçün Bu succeed istifadə edir. inlə istifadə Succeed. olunur. Gördünüz, Bəli. succeed bilmirsiniz, gedirsiniz Oxford-da, baxırsınız ki, orada in istifadə olunur. Artıq avtomatik göz yaddaşınıza artıq oturur. To Onun succeed məsələn in. deyirlərinə accomplish də demək olar. Olar. To Succeed accomplish. in. Bəli. Başarmaq, bir şeyi bacarmaq mənasında. To succeed. Bu arada müəllim succeed inlə işlənir Bəli. sinonim söz önündən, in Bəli. söz önündən. Achieve, Bəli. succeeding, to accomplish, yəni gördünüz bunlar hamısı artıq. Bəli. Gördünüz nə? Siz artıq Oxford-u açanda o achieve feilinin altında onları görəcəksiniz. Bəli. Succeeding, accomplish, artıq bu contextual learning yaranır burada və artıq orada cümlələr görəcəksiniz. Və bunların nə faydası var? Məsələn, biz bura qatırıq word family-ləri. Məsələn, tutaq ki, to educate nə deməkdir? To educate, education məsələn təhsil deməkdir. Educate təhsilli deməkdir. Educate feil formasıdır. Yəni təhsil almaq mənasında. Yəni qabağına məstər to hissəcik qoyuruq, feil olur. Yəni nə demək istəyirəm? Artıq siz həmin o sözün word family-ləri ilə öyrənməyə başlayırsınız. Məsələn, to educate, education, educated, educational. Gördünüz? Yəni word family çıxdı ortaya. Bir Bəli. sözün nəyi? Ona aid olan nitq hissələri. Sinonimləri, nitq hissələri, söz önləri, bəli, ən çox bizim də yəni həmçinin müəllimlər mən düşünürəm ki, sözlərlə yanaşı söz önlər də müəllimlərdə biraz həssas nöqtədir. Çox mütləq lazımdır öyrənmək. Məsələn,
Bəli. Collocationlar çox önəmlidir. Məsələn, siz artıq burada bilirsiniz ki, məsələn, tutaq ki, bu sözün qabağında have istifadə olunmalıdır. Bu sözün qabağında make istifadə olunmalıdır. Çünki collocationlar elə bir şeydir ki, orada stabil olur. Məsələn, bunu dəyişdirmək olmur. Siz deyə bilməzsiniz, məsələn, tutaq ki, deyək ki, to do money, deməli to make money. On. Niyə görə? Çünki artıq bilirsiniz ki, bunlar fixed olan bir usage'lərdir. Yəni fix şablon istifadələrdir. Ona görə də contextual learninglərin faydası cümlələrin işlənməsinə kömək edir. Bayaq dediyim kimi self-sentence-ə kömək edir. Word family, usage form, yəni istifadə forması, prepositionları, phrasal verbləri artıqsa kömək eləyir ki, məsələn, bu söz bu tərkiblərdə istifadə olunur. Ona görə də hər zaman mən deyirəm ki, çalışın ki, contextual learning, yəni oxuyaraq mətndə, cümlənin tərkibində sözlər öyrənmək lazımdır. Bu mənim hər zaman hər kəsə məsləhət gördüm. Bir də ikinci, əgər ki, akademik bir imtahanlara hazırlaşırsınızsa, mənim tövsiyəm odur ki, ikinci bir metod input flooding metodudur. Bu nədir? Biz buna deyirik topic-based learning. Məsələn, tutaq ki, söz öyrənmək istəyirsiniz. Bir həftənizi ayırırsınız, məsələn, education-a və sırf onunla bağlı mətnlər oxuyursunuz, podkastlar izləyirsiniz. Sırf bugünkü mövzunuz, bu həftənin mövzusu education-dır. Onunla bağlı bütün idiomlar, phrasal verb, idioms, collocations, vocabulary, adjective, noun, verb, bütün sözləri öyrənirsiniz. Və onları cümlələrdə istifadə edirsiniz. Və gününüzü, həftənizi sırf o topik üzərində aparırsınız. Çox gözəl metoddur bu metod mənim. Məncə bu sözü heç vaxt unutmaq olmaz. Heç Elə vaxt. öyrənsək. Və nə edirsiniz? Sırf məsələn o həftə ki, bütün podkastlarınız, readingləriniz, məsələn YouTube açırsınız, yazırsınız education, the vocabulary on education, yəni təhsil üzərində olan sözlər, podkastlar. Ancaq araşdırmanız Google-dan searching edirsiniz və ya videolar izləyirsiniz, sırf mövzunuz education'dır. İkinci, məsələn, ola bilər nə ilə bağlı deyək? Environment. Artıq öyrənirsiniz sözlər. Məsələn, to pollute, pollution, polluting, polluted, mock up, mock up, contaminate, contamination. Gördünüz, artıq sözlər öyrənməyə başlayırsınız. Bir həftəniz sırf ətraf mühitlə bağlı sözlər. Niyə? Çünki bilirsiniz, günümüzün mövzuları ətraf mühitdir, AI-dır. Yəni, ona görə çalışmaq lazım ki, sözləri öyrənəndə topic-based vocabulary-yə daha çox önəm verəsiniz. Yəni mən hər dəfə sizə çalışacağam ki, öz metodikamdan bildiyim fərqli-fərqli metodları sizə deyəcəm, not tutarsınız və bunları tətbiq edərsiniz. Digər sözümüzə gəlin keçid alaq. Digər sözümüz mess up. Nədir mess up? Mess up əslində işləri korlamaq mənası da var. Yəni dağıtmaq, korlamaq bu mənalarda istifadə olunur. Məsələn, biz ona sinonim kimi spoil, ruin, bangle, bot kimi, yəni sinonimlərini göstərə bilərik. Sinonimləri, yəni bunları misal olaraq göstərə bilərik. Həmçinin də müəllim, buna Bu feil kimi istifadə olunur da, yoxsa? Mess up əslində bəli, korlamaq, zərər vurmaq mənasını verir deyə Phrasal verb-dür, düşünürəm yəni, ki, hə? bəli, Mess up, phrasal verb-dür, bəli. Məsələn, bunu müəllim deyə bilərik ki, definition-a to make a mistake, yəni mistake-lə sinonim demək olar ki, götürmək olar və ya orada to do something badly, nəyisə pis etmək. Bəli. Bir mənası to do something badly, korlamaq. Bir növ Bəli. spoil mənasındadır. Bir mənası da bunun to make a mistake, yəni yanlış eləmək, bir şey səhv eləmək mənasındadır, qarışdırmaq. Bir növ to bewilder, to perplex, yəni bir növ səhv eləmək nəyisə, yəni qarışdırmaq mənasında. To bewilder, to perplex, mənası, to, nə bilim, confuse deyə bilərsin məsələn. Və bu ardon qeyd edim ki, bu sözü sifət kimi də istifadə edilir. Məsəl üçün, everything was messed up. Hər şey korlanıb. Çox mənada bunu düşünmək olar. Məsəl üçün, hər şey qarışıq idi. Korlanmış şəkildə idi, necə necə. Yəni, çox mənada istifadə eləmək olar. Tutaq ki, məsələn, bir sistemlə bağlı bir şikayətiniz var. Tutaq ki, təhsil sistemlə bağlı problemləri, məsələn, tutaq ki, deyək ki, dilə gətirirsiniz. Deyirsiniz ki, everything is messed up in the system.
Çox qarma qarışıqdır. Yəni baş çıxara bilmirəm ki, nədir? Yəni məsələ nə yerdədir? Çünki messed up situation'dır. Qarışıq mənasında Bəli. da, yəni belə. Okay. Yəni baş çıxarmaq olmur da situasiyada, vəziyyətdə. Bəli. Bunu amma başqa hansı sinom bilirsiniz? Dediniz ki, to make a mistake. Başqa? Spoil, ruin, Again, spoil, ruin, spoil olar, olar. Artıq ruin, gedir çıxıb dağıtmağa məsələn abolish, demolish, demolish, disintegrate, destroy, take down, put down, collapse. collapse, yes. Artıq getdi çıxdı o tərəfə. O biraz to do something badly or to do harm nasıl gedir çıxır. Amma sırf söhbət sərf etməkdən gedir. Çünki sizin dediyiniz o abolish, demolish, collapse, disintegrate, annihilate. Bunlar artıq bir növ sırf nəyisə dağıtmaq, məhv eləmək mənasında, spoil falan. Amma sırf səhv etmək mənasında bəs nədir sinonim? To make a mistake, to mess up. Mess up, yes. To make a mistake, Aha. mess up. Yes. Bu arada müəllim, Bunu mess, yazın. Bu ən çox istifadə olunur. Mənlər yazın, bunu qeyd eləyin. Ən çox istifadə olunan, bu daha çox danışıqda istifadə olunur. Daha çox da Britishlər bunu istifadə edir. Screw up. scrap, Yeah, screw up. scrap, I, yes. did you screw up? Yəni səhv elədin. Yes, I did. Məsələn. Screw up, səhv eləmək, bir şey yanlış eləmək. Sırf mess up'ın konkret cavabı şey budur, sinonimi. Screw up korladım mənasında da, məsəl üçün, I screw up my presentation, mən məsələn təqdimatımı korladım mənasına da gedə bilər. Pis vəziyyətdə qoydum. Bəli, Bir bəli. mənası da bir şey səhv elədim, qarışdırdım mənasında demək olar. Make a mistake, sinonim kimi. Mistake, to mess up or screw up. Yes. Yeah, screw up, can say. Başqa, başqa sözlər bəsdir çünki başqa mənlərə gəlin keçsin. Bir test də qoyum, görüm onu elə biləcəksiniz. Neçə grammar testi eləyək. Aha. Test bankımızdan bir test. Səbirsizliklə gözlədiyimiz test bankınız. İnşallah ki, işimizi görər. İnşallah tezliklə. Buyurun. Yes, the earth has gold, of which formed early in the history when intense heat and pressure were common. The earth has gold. Burada yerdəki qızıldan söhbət gedir, yer kürəsində. Yəni the earth yer kürəsi mənasını verir. Birinci son tərəf ən axırıncı boşluğu demək istəyirəm. Orada düşünürəm ki, yəli hal formasında olacaq. Çünki the earth history biz demişdik varlığı tək olanların yəli halları bu arada apostrof s-lə düzəlirdi. Yerin tarixindən söhbət gedir də. Ona görə mən B və D variantlarını çıxardım. A, C və Y variantları arasında qalardım. Az yerdə az miqdarda qızıl var ki, deyir onun early in the earth history. Burada diqqətli olmaq lazımdır ki, görürsüz vergüllər var burada. Vergül o deməkdir ki, bu cümlə hələ bitməyib. Bu cümlə hələ tamamlanmayıb. Bu düşünürəm ki, təyin budaq cümləsi. Budaq cümləsidir. Bəli, təyin budaq cümləsidir. Özdə əlavə informasiya ilə olanlar, hansı ki, yəni o belə artırmalı olur deyək. Burada small quantity of gold ikinci tərəfdə özündən sonra o hamısı demək olar ki, götürür. Və mən burada düşünürəm ki, müəllim, mənaya da xüsusi yəni yer vermək lazımdır. Məna da burada əhəmiyyət daşıyır məncə. Yəni bu testdə məna əsas əhəmiyyət daşıyır. Burada əsas birinci bax diqqət, gəlin çıxdaş. Ümumiyyətlə bir testologiya deyir ki, əgər bir test edən test taker test edəndə birbaşa cavabı tapırsa o test keçər, irrelevant hesab olunur. Çünki niyə görə? Test makerlar test hazırlayanda elə hazırlar ki, o test taker onu edəndə heç olmasa iki variant arasında qalmalıdır. Məsələn, bu test tapşırığında iki variant arasında qalmış olsaydınız, hansı variantlar arasında qalardınız?
Müəllim, mən burada 2 variant arasında qalsaydım, qalardım A və C variantları arasında. Deməli bu test Ə, irrelevant deyil, relevant bir testdir. Çünki test iki variant arasında qalmısınız və artıq orada figure out eləmək istəyirsiniz ki, bu hansı doğru ola bilər, düz deyil? Bəli. Ha, bəli. Bir də burada müəllim, mən düşünürəm ki, mənada belə olmalı deyil. Hamısı çox, məsəl üçün lots of da çoxdur, enough da onun kifayət qədəri mənasında biraz mənada uyumsuzluq var. Ona görə yəni Y variantını çıxmışdım. A və C Konkret variantı səhvləri arasında çıxırıq. Məsələn, B ilə D-ni çıxırıq, konkret olaraq nəyə görə çıxmaq lazım? Çünki orada yəli hal sözü yoxdur. yiyəlikdə işlənməlidir. Bəli. Automatically B və D nə olur? Avtomatik Düşür. çıxır. Bəli, düşür həmin variantlar. Yes, bu düşdü. Nə qaldı? Qaldı A və C variantı və Y variantı arasında Yes. və mən düşünürəm ki, orada məsələn nəyinsə miqdarı, sonra onun azlığı mı, çoxluğu mu, sonra da yerin tarixi haqqında danışacaq. Mən elə düşünürəm ki, burada belə deyim də bir-birinə mənaca bərabər mənası yaxın istifadə olunmayacaq. Məsələn, lots of da çox deməkdir, enough da kifayət qədər deməkdir. Məsələn, C variantını da mən çıxardım. Çünki plenty of da matchda mənaca yaxındır. Necə deyim? Yəni onlar belə deyək də, deyir yerin yerdə məsəl üçün az miqdarda qızıl var. Onun məsələn qızılın çox hissəsi mənasında və yaxud da az hissəsi mənasında desək, C-ni çıxacağıq ona görə ki, hər ikisi eyniyyət təşkil edir. Məsələn, the bəli, Earth eyniyyət has təşkil edir 20 of mənaca. gold. Deyir ki, yer kürəsində deyir çoxlu qızıl var. Bəli. Bunların çoxu deyə bilməzsək much of. Zaten plenty of nə bildirir? Əksəriyyəti olacaq. Mən düşünürəm ki, burada məsələn yer kürəsindəki çox qızılın, müəyyən qədər olan qızılın əksəriyyəti bu mənada olacaq. Ona görə mən düşünürəm ki, burada A variantı olacaq. Məna baxımından C variantı da uyğun gəlmir. Plenty of da çoxdur, yəni much da çox deməkdir. Uyğun gəlmir məna baxımından. Baxaq görə uyğun gəlir. Deyir ki, nə deyir burada? The earth has a small quantity of gold. Most of Məsələn, which formed early in the what? Earth history. Yes. Bəli, məncə mən düşünürəm ki, məna tam uyğun gəlir. Məsələn, yerdə az miqdarda qızıl var. Məsələn, onun müəyyən miqdarda qızıl var. Onun əksəriyyəti, yəni çoxu, çox hissəsi I'm so sorry müəllim. Erkən dövrlərdə formalaşıbdı. Baxın deyir ki, burada baxın burada artıq deyir heat and pressure were common. Artıq burada bəlli oldu ki, nəyinsə müəyyən bir hissəsi were common olub. Bəli, yəni çox qədim dövrlərdə əmələ gəldiyi, yəni burada göstərilir ki, çox müəyyən miqdarda qızıl olub, onun əksər hissəsi daha qədim dövrlərdə yəni əmələ gəlib, onu göstərir. Yəni məna baxımından tam uyğun olaraq A variantıdır. Deməli, ona görə də biz nə etdik? B-ni, C-ni, D-ni çıxdıq, eynən I variantı arasında qaldıq. I variantında da ki, burada əslində enough yox, most of which formed. Olmalı idi, bəli, most olsaydı olardı. Əslində bu test tapşırığında grammatiklə baxsaq çox variantlar uyğun gəlir. Amma burada artıq semantik tərəfi də vardı bu testin. Çünki biz bir testi edəndə qrammatik baxımından çox şey uyğun gələ bilər. Amma söhbət axı burada bunun leksik baxımından, semantik baxımından istifadəsi də var. Kifayət qədəri yox, müəyyən qədəri demək lazımdır. Bəli, əksəriyyəti və yaxud da müəyyən hissəsi. Most of nə bilim nə belə demək olardı. Amma kifayət qədər desək məntiq olaraq burada uyğun gəlmir. Düzgün cavabımız bəli variantı. Evet.